Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, çoxdandır, bir aydan çox idi video çəkib paylaşmırdım. Həm vaxt olmurdu, həm baş qarışıq idi, həm də ki elə baxmısınız deyə və maraq ucu itifdi vallah. Yəni baxıram ki, boş-boş danışanlara, nə bilim, düzdür elə kanallar qalmır, bir dənə, iki dənə qalıbdır, hamısı yoxa çıxıbdır, pul çünki götürmürlər deyə, vergi. Sadəcə boş-boş danışanlar var, bir dənə, iki dənə, belə deyək, yalandan elə o sirkənlə suyu qatıb verirsiniz, ay immunitetini artırır, elə 10 dəfə bəlkə o videonu qoyurlar, siz də baxırsınız, like qoyursunuz, ancaq bu qədər məlumat verirəm, elə like qoymursunuz, nəysə. İstədim elə, ona görə biraz həvəsdən düşdüm və bugün də bayram idi deyə istədim elə həm bayram münasibəti ilə sizi təbrik edəm, həm də ki çoxdan çəkib paylaşmırdım deyə istədim çəkəm, sizinlə paylaşam. Burada da görürsünüz, şaftalımız artıq çiçəkliyibdir, yazın gəlişini belə deyərdim görsədir. Burada da alınçadan balınça ilə balaca olduğundan ilə çiçəklənməyibdir, görürsünüz. İndi inşallah görə bu şaftaldan bir şey gətirəcəkmi? Əgər yağış, bax görürsünüz yağış necə yağır, yağışın altında çəkirəm. Yağış əgər bu, belə deyək, güllərini vurub tökməsə. Belə, keçən əziz izləyicilər, indi toyuqlara. Əziz izləyicilər, istədim bugün bu toyuqlarımızı çəkəm. Sizə görsədəm, xoruz zaman versə sabahdan. Digərlərinə, o bisiləri, qazı, ördəyi, toyuqları çəkərəm. Toyuğun biri orada qalıbdır, səs salıq, onu çıxardım. Əziz izləyicilər, indi çəkək toyuqlarımızı, biraz otlayırlar, onları görsədim. Bir şey qeyd edeyim ki, əziz izləyicilər, çoxdandır video çəkmirdim. Əvvəldə videonu dediyimdə kimi bir aydan çox idi. Çünki belə deyək də yaxşı baxmısınız, like qoymusunuz, videolar inkişaf eləmir. Ona görə də yəni maraqsız gəlir. Yəni like qoyun, videolara baxın, inşallah gözəl videolar gəlir, cücələrim zat var, onları da çəkib göstərəcəyəm. Təbii ki, siz əgər baxsanız, sizə maraqlı olsa, yoxsa baxmısınız deyə mən də elə, belə deyim də, mənasız gəlir deyə çəkmirəm. Çünki baxıram ki, vallahi əməyimi, əziyyətimi itirirsiniz. Boş-boş danışırlar, ay, nə bilim, sirkənlə, nə bilim, suyu qatıb verirsiniz, immunitetini artırır. Bir videonu bəlkə 1000 dəfə paylaşıbdır. Həmən görür ki, səs çox yığır deyə paylaşırlar. Həmən videoda da yəni baxırsınız, abunə olsunuz, baxın, abunə olun. Sadəcə boş-boş danışır, ondan başqa bir metodlar bilmir, hansı xəstəlikləri nə ilə müalicə eləmək lazımdır. Ona çox baxırsınız, az. Ona görə də mən deyirəm, ta gedin baxın da, əgər maraqlı deyiləmsə, yəni siz ağıbozdan seçə bilmirsinizsə, yəni kim gözəl faydalı məsləhətlər verir, onları siz seçə bilmirsinizsə, ta belə deyim, sizə nə deyim. Toyuqlarımız yumurtayır. Bəzi, buradakilərin demək olar hamısı yumurtlayır, o digər həyətimizdəki olanlar, indi çəkib onları da sizə göstərəcəyim, onların içində fərələr zat var deyə elə yaxşı, hələ ki başlamayıblar, elə yaxşı yumurtamırlar. Bu ildə toyuğum kürt düşdü, deməli 13 dənə qoydum, ikisi laxa getdi, 11-i tutdu, gəlib çıxana yaxın 2-3 gün qalmış yatmadı, bir toyuğum vardı, başı pompolu, kəkirli də belə deyək. Nağarım, neynəmiyim, üstünə qoydum, durdu, setka qoydum, biraz belə, biraz elə, gördüm, yox, nəysə, bir ikisi, üçü də yumurtanın içində öldü, gətdim, inkubatora, nəysə, 7 dənəsi çıxdı. 7-dən də ikisi belə bir gün, 2 gün yatmamışdı deyə, elə çıxan kimi zəif idi, başı durmurdu, öldü, ikisi, qaldı 5 dənə, yəni 13 yumurtadan elə bir ki, 5-i. Daha ikisi laxa getdi, digərləri yumurtanın içində öldü, digəri çıxdı, ikisi çıxdı, öldü.
qaldı 5 dənəsi. 5 dənəsi maşallah harca 20 günlükdür. Sadəcə vaxt olmur deyə çəkib paylaşmıram. Çəkib onları da sizinlə paylaşacağam. Baxarsınız, görərsiniz. Belə. Əziz izləyicilər. Belə, burada da görürsünüz şeydir, onun adı nədir? Fındıqdır, çiçəkliyir, nə bilim o yüzdə hayvadır, zoğaldır. Biraz həyəti çox bu fındıq eləyirik, şey olsun, yəni fındıqlıq çox olsun. Biraz istəyirəm şirinlərinin acılar, əkən buralı. İstəyəndə dərif yemək üçün. Belə. Quşlar orada aman bilmir də. Toyuqların dənini aparır deyə. Bax, daş atdım, o da toyuqlar qorxmağa başladım. Belə. Əziz izləyicilər, bu ildə yəni 5 dənə cücəm var. Digər cücələr almaq istəmirəm, çünki çox xeyir eləmir. Dən qalxıb 50 qəpiyə, həm də toyuğum çoxdur, 25-30 dənədir, xoruzları da satdım. Yəni hamısı da cavan fərələrdir, qalanlarım burada da var. Yəni bunlarla da o mislər 40-dan çox varımdır. Ona görə istəyirəm ki, hələ bir il də saxlayam, gələn il. Yəni cavan fərələr, ki gələn il onların 2 ili tamam olanda yenidən cücə alım. Çünki 20-30 dənə var, sultan var, çəkib göstərəcəm, həştərxan var, ördək var, hamısı bir yerdə qazdı zatdı, belə deyək də 50-dən çoxdur. Ona görə yem də çatdırmaq olmur, həm də cüzəni çox ninirəm. Yəni bu ilki 25-30 toyuğum var, 30-dan da çox, yəni 10 burada, 25 də orada, 35 dənə. 3-4 dənə də xoruz, yəni 40 dənə belə var, 10 dənə ördək var, ondan sonra qaz var, həştərxan var, sultan var, yəni onlar da cücələr var. Səndə 50-dən çox olur da, yəni yem çatdırmaq biraz belə deyim çoxdur. Ona görə elə şey olsun, gələn il cücə basıraram, o killiklər də yumurtayar, ikinci ilidir. İkinci ili tamam olanda da gələn il. Sonra da onları payızda daha doğrusu yumurtadan kəsəndə sataram, yerinə cavanlar qalır. Ona görə belə məsləhətə gəldim ki, bir ildən bir toyuqları şey eləyim də, yəni cücələri inkubatora yumurta qoyum, cücə çıxardım. İndi toyuq yatmışdı deyə, qış vaxtı idi, fevralda. Elə ona görə elə belə basırdım. Ancaq indi o 5 dənə də çoxu da elə xoruza oxşuyur, 3 elə rahat xoruzdur. İndi nə qalacaq da, yəni kəsəcəyəm, eləyəcəyəm, yekələr belə. Heç nə əziz izləyicilər, yekunlaşdıraq videomuzu. Hər kəsin bayramını təbrik edirəm. Novruz bayramınız mübarək olsun. Neçə yox, 1000 belə bayramlara çıxasınız. Vətənimizə, xalqımıza əmin-amanlıq, ruzi bərəkət, bir-birini sevməyi.